Bir neçə gün əvvəl Gədəbəydə qar uçqununa düşən və ötən gün nəşləri tapılan hərbi qulluqçuların meyti ailələrinə təhvil verilib. Hər iki hərbiçi bugün torpağa tapşırılıb. Gədəbəy rayonunda qar uçqunun nəticəsində həlak olmuş Rüstəm Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib. Azərbaycan ordusunun hərbi qulluqçusu ilə Bərdə rayonunda yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində hərbiçinin yaxınları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rüstəm Həmidovun nəşi Bərdə şəhər qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, nişanlı olan 20 yaşlı Rüstəm Həmidov 10 gün sonra hərbi xidmətdən təxris olunacaqdı. Qar uçqununda həlak olan digər əskər Əli İmanovun da nəşi ailəsinə təhvil verilib. Hərbi qulluqçu ilə Səbrabadın Muğan Gəncəli kəndində vida mərasimi keçirilib. Hərbi qulluqçu ilə vida mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra Əli İmanov doğulduğu Muğan Gəncəli kənd qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, 19 yaşlı Əli İmanov 2024-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Xatırladaq ki, Gədəbəy rayon ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan ordusunun müddətli hərbi xidmət hərbi qulluqçuları əskər Ruslan Həmidov və əskər Əli İmanov martın 19-da dumanlı hava şəraitində qar uçqununa düşüblər. Emin Babayev, Yaqub Mehtoğlu, Pərvin İsmailova, Space Xəbər, Bərdə, Sabirabad. Allah rəhmət